Salam kanalıma ve yeni vloguma hoş geldiniz kızlar, əzizlərim, gözəllərim, desininiz nə var nə yox. İnşallah hər biriniz yaxşısınız. Bugün inşallah əlbəttə istəyirəm belə qəşəng, maraqlı, belə gözəl bir vlog çəkim paylaşım sizlər üçün. İnşallah bu vlogumda hər zaman kimi siz bəyənərsiniz əzizlərim əlbəttə. Bugün mən tamamilə fərqli bir məkanda, fərqli bir halda, fərqli bir vəziyyətdə bir vlog paylaşıram sizlər üçün. Bəli, əlbəttə. Bugün həyatımı dəyişdirdim vlogu çəkirəm sizlər üçün. Fərqli, maraqlı bir content vlog. Çünki həqiqətən də qızlar, həyatımı mən dəyişdirdim. Bilirsiniz ki, qardaşımgillə bir evdə qalırdım. Amma hal-hazırda onlarla bir evdə yaşamıram. Bütün hər şeyimi, əşyalarımı falan yığdım. Gəldim, kirayə tapdım özüm üçün və hal-hazırda qardaşımgilin qaldığı məhəllədə, onların evlərinin yaxınlığında elə bir 5 mərtəbəli, 4 mərtəbəli binada kiraya qalıram. 4 mərtəbəli və 4-cü mərtəbəsi qalıram bu arada. Niyə görə qardaşımgildən çıxdım? Maraqlı suallardan biri. Bəli, bilirəm. Qardaşımgillə bəzi məqamlar oldu ki, yəni tutuşa bilmədik. Bir-birimizi anlaya bilmədik. Yəni deyə bilərəm, aramızda anlaşılmamazlıqlar yarandı və bəzi problemlər oldu və mən həm də zaten mən ora həm daimi olaraq köçməmişdim də. Mən deyirdim ki, yəni mən maksimum 1 ay, 15 gün, 20 gün ya qalaram, ya qalmaram. Anamgildən çıxmağımın məqsədi bu oldu ki, qızlar, mənim kiçik qardaşım xaricdən gələcəkdi və onun üçün qalmağa orada ev yox idi və anamgilin o ev, yəni evin baldızı olduğuna görə ona qalır və o evdə o qalmalıydı da, yəni məndənsə o daha vacib idi o evdə qalması əlbəttə. Mən bunu anladım və çıxdım. Yəni o evin mənim otağım falan oldu qardaşımın və qardaşım da gələrkən bir neçə müddətdən sonra ona neçə falan gedəcək. Bir neçə aydan sonra yəni o evlənəcək və onun otağı yox idi orada qalmağa. Ona görə mən dedim ki, çıxıram mən. Onsuz bu ev qardaşımın olacaq. Qoy qardaşım da elə yaşasın. Bəli qızlar. Ona görə və böyük qardaşım da mən dedim ki, mənim əlimdə pul var idi. Mən dedim ki, bəs mən onda gərək gedim, maşınımı satım, özümə ev alım. Qardaşım buna icazə vermədi. Yəni böyük qardaşım ana icazə vermədi. Qardaşım dedi ki, onsuz da biz özümüzə ev almışıq. Gəl səndən biz bir yerdə qalaq. Onsuz da bizdə evdə 4-cü mərtəbə var. 3-cü mərtəbə var. 3-cü mərtəbə bomboş olacaq. 3-cü mərtəbənin qonaqlar üçün olacaq. Gəl ona eləyək sənin üçün. Sən rahat qal nə qədər istəsən. Problem deyil. Boş-boş yerə ev alma, pul eləmə. Onda nə qədər yəni razı olmasam belə qardaşım dedi ki, yox. İstəmirəm bəs artıq xərc eləyəsən və buna görə də mən neylədim? Qardaşımgillə bir yerdə qalmağı seçildi və mən də getdim qardaşımgilin yanına, onlarla qalmağa əlbəttə. Onlarla qaldım normal şəkildə, yəni bunu zaten hər kəs bilir əzizlərim. Bəli. Nə oldu deməli, onu deyim. Və mən tam-tamına 1 ay, 10 gün falan qaldım. Dediyim vaxtlara qədər, bir 40 gün falan. Sonra dedim, yox, mən çıxım, sizə narahat olmuyorum. Qardaşım dedi ki, yox, nə narahatçılıq, hətta sən həmşərik qal, mən belə məsləhət görürəm. Mən istəmədim, dedim, yox, mən tək qalmaq istəyirəm, həm də istəmirəm, sizə mane oluram. Bəzi şeylər eşitmişdim falan, ona görə aramızda da anlaşılmamazlıqlar yaranırdı bu dəmdən də. Ona görə istəmədim də, qızlar, çıxdım. Və gəldim eyni məhəllədən, o qəşəng yaxınlıqlarda 4 mərtəbəli binanın 4-cü mərtəbəsindən qəşəng bir kirayə ev götürdüm. Və maşınımı da satdım bu arada. Maşınımı satdım, kirayəyə çıxdım və maşınımı satdım, kirayəyə çıxdım. Bu arada özümə də dəst qızıllar aldım. Maşınımın bəzi pulunu dedim, qoy özümü xoşbəxt eləyim. Bugün mənim həyatımı dəyişdim vlogumda. Maşınımı satdım, kirayəyə çıxdım, kirayədə yaşayacağım.
adlı bir vlog olacaq və bu vlog belə olacaq ki, yəni sirli həyatım. Niyə suallarıyla. Məncə əminəm ki, maraqlı bir vlog olacaq. Bu vlog yığacaq mütləq. Çünki yığmalıdır həqiqətən də. Bəli. Nəysə, hər şeyin başını buraxaq qızlar. Bugün kombinim isə belədir. Və orada mən tək qalmıram bu evdə. Bu evdə yəni kirayəsi 600 manatdır deyə. Dedim, yox, mən bu pulu verə bilmərəm. Hələ ucuzlaşdırıblar bizim üçün. Ona görə yanımda bir gözəl, əziz bir xanım götürdüm. Bizim anamgilin məhləsində qalırdılar. Xanım ailəlidir, yoldaşı isə öncə deyə bilərəm. Yoldaşı isə xaricdə işləyir, 6 ay müddətli. Hazırda artıq 3 aydır ki, işləyir xaricdə yoldaşı xanımın. Və xanımsa mənimlə birlikdə tək başına qalır. Övladı falan yoxdur və 2 il isə ailəlidir. Qaynasına bir yerdə yaşamaq istəmədiyi üçün gəlib kirayəyə qalır. Normal şəkildə, yəni normal vaxt xahiş edirəm. Bizdə nə həm də. Tanıyıram, yəni qonşumuz olub əlbəttə. Yaxınıq. Və çox sağ olsun. Demək olar evin çox hissəsi mənimdir elə. Dedi ki, narahat olma. Mən belə rahatam. Sən necəsə elə delə. Yəni belə çox gözəl xanımdır. Bəli qızlar, o ki qaldı mənim maşınımı niyə satmağıma. Həm qızlar, axır vaxtlar maşın sürməyə halım, axotum falan yox idi. Yəni həm də maşına bu aralar olan sevgim biraz tükənib. Həm də nə belə maşınımda bir o qədər də rahat deyiləm və artıq sıxıldım o maşından. İstəyirəm inşallah yaxın zamanda qismət olarsa, bəlkə əgər yəni nə zamansa əlbəttə yenidən maşın sevdasına düşsəm, o zaman yeni bir başqa bir gözəl markadan maşın alaram. Mən hələ ki düşünmürəm, həqiqətən qismət olarsa əlbəttə bəlkə dedim. Əgər fikrimi dəyişərsəm. Amma hələ heç düşünmürəm. Yəqin ki neçə illər sonra olar. Bu artıq belə bir şey. Nəysə. Bəli. Kiraya evə köçməyi dedim. Bu arada bu evin qiyməti 600 azendir. Biz 2 xanımla qaldıq. Yəni bir tək qalmadığım, o biri xanımla da qaldığım üçün dediyim xanımla. Adı isə Aysel'də, Aysel xanımla qaldığıma görə hərəmizə 300 manat düşür. Yəni 300 manatdan verib. Yemək pulda yəni bəzən belə bir şeylər olurdu. Yəni bəzən insanlar çox belə lüks evlərdə qalır, amma tək qala ödəmək problemlərə görə tək qalmırlar. Yanlarında hansısa bir insan gətirirlər və ya hansısa bir insan elə evə kirayə verən insan özü düz qoş eləyir. Yəni belə bir şeylər olur, yəni narahat olmayın. Bəli, yəni olur, normal bir haldır həqiqətən də. Bizə də belə oldu. Deməlidir ki, aylıq hərəmizə 100 manatdan 200 manatlıq bazarlıq olur. Bu da narahat olmayın. Nəsə bura qədər dedimsə helaldır bana. Belə. Belə danışdım, niyə köçdüm, hara köçdüm, maşınımı satdım, haqda da. Dediyim kimi özümə də qızıl dəstə aldım, qəşəng mavi rəng. Mavi rəng ona görə aldım ki, həm sevirəm, həm də çox şeylə gedir. Mavi rəng çox sevdiyim üçün, həm də belə mavi rəng geyimlərə çox tez geyinirəm və cinslərə də qəşəng gedir. Ona görə mavi rəng aldım. Sevdiyim, bəyəndiyim. Qızlar, narahat olmayın, həqiqətən yaxınlarda, yəni yaxın zamanlarda çox gözəl videolar, vloglar gələcək həqiqətən. Bu aralar, yəni ümumiyyətcə gözəl vloglar ərəfəsidim. Yay gələndə lap gözəl videolara gələcək. Narahat olmayın. Məsələn, biz hal-hazırda qızlar gedirik hara? Market alış-verişinə. Bəli. Bugün həm vlog çəkirəm. Gördüm ki, yox, biraz danışmam uzun ola bilər. Vlogda zaten uzun etməyi düşünürəm. Ona görə də mən dedim ki, yox, qoy açıqlama videosunu ayrı çəkim. Başqa videolara paylaşım, sizlər üçün açıqlama videosu paylaşım. Yəni vlogun içində danışmayayım çünki çoxdur. Yəni vlogu isə belə olacaqdı. İndi vlog çəkirəm bu arada hal-hazırda, həm də açıqlama videosunu paylaşıram. Mənə halal olsun, hal-hazırda biz gedirik market alış-verişinə. Evimiz üçün ilk market alış-veriş, evet, güzel. Belə ev vlogu olacaq. Böyle. Kiraya yaşadığım evdə ilk günlük vlog və market alış-veriş olacaq. Nəysə qızlar, çox da spoiler verməyim məncə. Bugünkü açıqlama videom bura qədərdir. Çox uzun qədər açıqlama videosu çəkmirdim əlbəttə. Çəkməyi düşünmürdüm. Çünki həyatımda nə haqqında danışım ki, bilmirəm. İnşallah yaxın zamanda sual-cavab və bir dənə də kontent var. Şad xəbər kontenti. O videosunu da çəkərəm. O şad xəbər açıqlamasını çəkərəm. İnşallah çox gözəl olar, tamam olar. Belə gözəl açıqlama videolar siyahimdə.
Bu videom da bura qədərdir. Sağ olun, özünüzə yaxşı baxın. Qısa oldu amma belə yaxşıdır deyə düşünürəm. Hər şey sizə qısa da olsa, ya normal şəkildə də məncə deyə düşünürəm. Dedim, sağ olun, özünüzə yaxşı baxın. Yaxşı ki varsınız. Kanalıma abunə olmayı, videoma like atıb bol və gözəl yorum yazmağı da unutmayın. Sizi çox sevirəm. Bay bay, gələn görüşlərə qədər. Qarşınızda əlbəttə ki, kanalın sahibi mən, Games Ice idi. Yəni Aysun bilməyənlər üçün 24 yaşım var. Paka. Görüşənədək.